Prezident İlham Əliyevin imzaladığı yeni əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam 1,1 milyon pensiyaçının sosial müdafiəsinin gücləndirilməsində növbəti irəliləyişə imkan yaradır və yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan insanlarımızın rifahına daha bir dəstəkdir. Qafqaz.info xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılması və pensiya sahəsində görülmüş işlərə dair brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev bildirib. Nazir müavini sərəncamla bütün pensiyaların 2025-ci il üzrə orta aylıq əmək haqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3% indeksləşdirilməklə artırıldığını qeyd edib. O bildirib ki, pensiyaların təyinatı kimi pensiyalarda bu artımda proaktiv qaydada pensiyaçıların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan e-sistem üzərindən avtomatik həyata keçirilir. Yeni pensiya artımları üçün illik əlavə olaraq 640 milyon manat vəsait ayrılıb. İndeksasiya üzrə yeni artım 2025-ci il üzrə inflyasiya dərəcəsini üstələyir. 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata çatıbsa, artıq yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir. Ümumilikdə isə 2018-ci ildən ötən dövrdə Prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan 5 sosial islahat paketi nəticəsində pensiyalarda da ciddi artımlara nail olunub. Minimum pensiya 2,9 dəfə artırılaraq 110 manatdan 320 manata çatdırılıb. Bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 milyard 993 milyon manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir, deyə nazir müavini qeyd edib. Rəşad Mustafayev yeni sərəncamla sığorta olunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-nədək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6% artırıldığını diqqətə çatdırıb. O qeyd edib ki, pensiya kapitallarının artırılması da e-sistem üzərindən avtomatik həyata keçirilir. Pensiya kapitallarının hər il indeksləşdirilərək artırılması, əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində fəal iştirak edənlər üçün bir stimuldur. Onlar fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırıldığının şahidi olurlar. Qeyri-formal məşğuliyyət sahəsində işləyən vətəndaşlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsin, pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar və gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar.